Hamımızın sevimlisi, gənc aktrisa Əzizə xanım Kazımova. Xoş gördük sizi. Necəsiz? Xoş gördük, hər birinizi salamlayıram. Təşəkkür edirəm, yaxşıyam. Çəkiliş öncəsi xəbər tutduq ki, siz özünüz bir neçə il əvvəl şeir yazmısınız. Başlar-başlamaz sizdən o şeirin tarixçəsini və şeiri eşitmək istərdik. Bu şeiri 13 yaşında yazmışam. Müəlliməmiz ev tapşırığı vermişdi bizə və şəkil çəkməyimizi istəmişdi. Mənim də rəsm qabiliyyətim bir o qədər yaxşı deyil və öz şəklimizi çəkməli idik. Çox düşündüm, nə edə bilərəm. Səhərə qədər yatmadım və qarşımdakı vərəqdə artıq bir şəkil yox, bir şeir var idi. İndi o şeiri sizlər üçün səsləndirərəm. Müəlliməm dedi, güzgüyə bax, şəkilini çək. Baxıb çəkdim, çəkdim, çəkdim. Sonra dedim, doğrudanmı bu mənəm? Şəklimə baxdım, atamı gördüm. Şəklimə baxdım, anamı gördüm. İlahi, doğrudanmı bu mənəm? Əl açıb Tanrıya şükür etdim. Saçlar qara, gözlər qara. Üzümdə nur, yox bu mənəm. Bir vaxt gələr, yaş üstünə bir yaş gələr. Güzgüyə bax, qara saça tək-təkdən düşər. Əvvəl uşaq, sonra cavan, lap sonda da qocalaram. Şəklimə baxdım, doğrudanmı bu mənəm? Ömür keçər, saçlarımsa tam ağarar. Həmin zaman əsən əlim güzgü tutub ona baxar. Əvvəl cavan, sonra qoca. Doğrudanmı bu mənəm? Nə tez ötüb keçər ömür, həyat güzgü. Ürəyimdə bir üzüntü, doğrudanmı bu mənəm? Nəhayət ki, sona yetər insan ömrü. Bu dünyadan o dünyaya köçər insan. Baş tərəfdə qara güzgü. O güzgüdə həm şəkli, məzarında rəqəmlərlə yazılıbdı yaşandığı insan ömrü. O güzgüdən yaşlı insan şəkli baxar. Ora gəlib gedənlərin arxasınca hey baxar, baxar. Göz ürəyin aynasıdır. Yalnız gözlərdən nişanə baxar. Biri gələr nənəsinin, babasının şəklinə baxar. Kədərlənər, xəyal qurub fikrə dalar. O şəkil isə silinməyib öz yerində donub qalar. Doğrudanmı bu mənəm? Güzgü həqiqətənmi hərfi mənada əksimizi göstərir? Heç kəs olduğu kimi deyil. Əlbəttə deyil. Heç birimiz məncə göründüyümüz kimi deyilik. Ya da ola bilmirik. Amma məncə hər kəs göründüyü kimi olsun ya da olduğu kimi görünsün. Bu daha gözəldir. Baxın, hər yaşın öz gözəlliyi var deyirlər. Yaşlanmaqdan qorxursunuz. Düzdür, hər yaşın öz gözəlliyi var. Amma bəzən qorxuram ki, birdən yaşlanaram. Necə olar? Amma məncə hər yaşın öz gözəlliyi var və hər yaşda həyatdan zövq almağı bacarmalıyıq. Məncə insanlar yaşlanmaqdan qorxmurlar. Yaşlanıb həyatdan vidalaşmaqdan qorxurlar. Əslində o da düzdür, amma əgər insan gözəl yaşayıbsa və yaşadıklarından peşman deyilsə, vidalaşmaqdan qorxmaz. Yaxşı, bəs uşaqlığınıza qayıtmaq istərdiniz? Qayıtmaq istərdim, xoş anlarımı yenidən yaşamaqdan ötürü, sevdiklərimlə birgə daha çox vaxt keçirtməkdən ötürü qayıtmaq istərdim. Durur ayrıldığım kölgəli çınar, durur Gəncədəki bizim institut. Xəyalım bir yerdə tutmadı qərar, illəri andırdı bir anlıq sükut. Neyniyim? Unutmur insan ürəyi.
Yaşadım dünyadan könlü yanıqlı. Düz 4 il geyindim köhnə pencəyi. Qolu gödək oldu, boynu yamaqlı. O pencəyi saxladı məni soyuqdan. Doğru danışmağı çoxu ar bilir. Əynindən çıxardıb vermişdi atam. Heç kəs bilməsə də qonşular bilir. Bəzən ac da qaldım, daha nə danmaq. Danışıb gülməyə könlüm olmadı. Şeirim qəzetdə çap oldu, ancaq bir qəzet almağa pulum olmadı. Lakin bu dərdimi bilmədi heç kim. Mən bildim qədrini, sevincin, qəmin. Ara bir xəlvəti baxıb sevindim təzə yamağına köhnə çəkməmin. Gülmə, gülmə, görməmisən sən o sevinci. Xoşbəxt böyümüsən, xoşbəxt olanam, bir də bilirsənmi? Mən o sevincdən dünyada heç kəsə arzulamıram. Nəriman Həsənzadə. Tələbəlikdən yadda qalan hadisələriniz var? 4 il bakalavr təhsilindən sonra artıq magistr tələbəsiyəm. Tələbəliyimizin hər anı İncəsənət Universiteti olduğu üçün məncə belədir. Maraqlı və yadda qalandır. Sonda isə sizə Ramiz Rövşəndən bir şeir demək istəyirəm. Şirin-şirin yuxudaydıq. Bir zalım oyatdı bizi. Anaların qucağından bu dünyaya atdı bizi. Düşdük yolların ağına, baxtımızın sorağına, qatdı bizi qabağına, əlində oynatdı bizi. Biz ki, yol nədir bilməzdik, biz ki, öl nədir bilməzdik, bilsək dünyaya gəlməzdik. Analar aldatdı bizi.